Türkiyənin başı yalnız daxili problemləri ilə dərddə deyil, Ankaranı xaricdən hədəf alanlar da çoxdur. Hələ aylar əvvəl Ankara Suriyada Bəşər Əsədin devrilməsinə nail olmuşdu. Türkiyəyə yaxınlığı ilə bilinən Əşşara hakimiyyətə gəlmişdi. Lakin Suriya uğrunda savaş yenə bitmədi. Druzlar, Ələvilər, Kürdlər zaman-zaman ayağa qalxdı. Bu xalqların arxasında təbii ki, xarici qüvvələr dururdu. Druzları İsrail, Ələviləri İran, Kürdləri Birləşmiş Ştatların dəstəklədiyi iddia edilir. Türkiyə, İran və Amerika Birləşmiş Ştatları ilə hələ ki dil tapa bilir. İsraillə isə ulduzları heç cür barışmır. İsrailin Qəzzaya hücumundan sonra tərəflər arasında gərginlik pik həddə çatmışdı. Hələ o zamandan proqnozlar səslənirdi ki, Türkiyə ilə İsrail müharibə edə bilər. İndi Suriya məsələsində proqnozlar özünü doğruldur. İsrail mediasının iddiasına görə bu günlərdə ölkənin Təhlükəsizlik Şurası Türkiyənin Suriyada möhkəmlənməsi məsələsinə görə təcili toplantı keçirib. İddia olunur ki, İsrailin baş naziri Benyamin Netanyahu Suriyada İsrail-Türkiyə müharibəsini qaçılmaz hesab edib. Bir müddət əvvəl Suriya hökuməti Palmira şəhəri aeroportunu və yaxınlıqdakı hərbi bazanı Türkiyənin ixtiyarına verib. Savaş ehtimalları da bu hadisənin fonunda səslənir. İsrail Türkiyənin Suriyada möhkəmlənməsindən narahatdır. Əsədin devrilməsindən sonra İsrail Suriyaya hücum edərək Colan təpələri istiqamətində bir hissəni işğal edib. İndi isə qarşısında Türkiyəni görür. İsrail bu həftə Türkiyəyə verilən hərbi aeroporta hava zərbələri endirdi. Bu isə Türkiyə ilə savaşa hazırlıq hesab edilir. Ankara və Təl-Əviv bəlkə də heç vaxt müharibəyə bu qədər yaxın olmayıb. Dünya Suriya uğrunda Türkiyə-İsrail savaşına şahidlik edəcəkmi? Trump kimin tərəfində olacaq? Yaxşı ölkə və yaxşı lider adlandırdığı Türkiyə və Ərdoğanın, yoxsa ən yaxın müttəfiqi və dostu İsrail və Netanyahunun? Bura Suriyadır. Bombalanan yer Palmira şəhəri. Bombalayan İsraildir. Bəşər Əsədin devrilməsindən sonra İsrail Suriyanı ara-sıra bombalayır. Colan təpələri istiqamətində isə xeyli ərazi işğal edib. Ötən həftə isə İsrail ordusu Suriyanın cənub-qərbindəki bəzi hərbi məntəqələri ələ keçirib. Bu silahlı anbarlar Türkiyənin dəstəklədiyi yeni hökumətə məxsusdur və İsrail sərhədinə yaxındır. Təl-Əviv bunun Suriyadakı druzları qorumaq məqsədi daşıdığını bildirir. Bu ölkənin müdafiə naziri Katz, Suriyanın İsrail üçün təhlükə olmasına imkan verməyəcəklərini deyib. İsrail həmçinin iddia edir ki, Türkiyə dəstəkli silahlılar bəzi etnik xalqları qətlə yetirir. İsrail-Türkiyə münasibətlərinin daha da gərginləşməsində zaman olduqca diqqət çəkir. Bir müddət əvvəl Suriya hökuməti Palmira və T4 hərbi aerodromlarını da Türkiyə hərbi hava qüvvələrinin ixtiyarına verib. Türkiyə bu ərazilərdə hərbi baza yaratmağı planlaşdırır. Bu isə İsraili narahat edir. Özellikle Palmira tarafındaki, yakınlarındaki üssün verilmesinin daha çok DAEŞ'le mücadele çerçevesinde gerçekleşeceğini düşünüyorum ve buna ben Amerika Birleşik Devletleri ile yapılan görüşmelerden çıkan bir sonuç olduğunu düşünüyorum. Öyle değerlendiriyorum. Ama burada İsrail'in tabii bu durumdan rahatsız olması enteresan. İsrail'in bu bölgede gerçekleştirebileceği bir takım saldırılar veya Türkiye'ye bir zarar verme, Türk ordusuna bir zarar verme gibi bir durumla karşı karşıya kaldığımızda bunun ciddi sonuçları olabilecektir. İsrail bir neçə gün öncə Türkiyəyə verilən ərazinin yaxınlığına zərbələr endirdi. Bu hücum Təl-Əvivin Ankara'ya mesajı kimi dəyərləndirilir. Palmira'da ve T4 üslerinde daha evvelden İran'ın buraya yerleşmiş olduğunu ve bunun İsrail ulusal güvenliği için nedenli problemler yarattığını herkes hatırlıyor İsrail'de. Dolayısıyla şu anda İsrail'den bakıldığı zaman İsrail Palmira'da veya T4 üssünde Suriye dışında bir başka önemli bölgesel gücün yerleşmesini istemiyor. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın bu həftə ABŞ-yə səfər zamanı həmkarı Mark Rubio ilə danışıqlarında da Suriya məsələsi ön planda oldu. Trump administrasiyası Türkiyə hökumətinə isti münasibət bəsləyir. İsrail isə bu ölkənin ən yaxın müttəfiqidir. Belə olan halda Vaşinqtonun yaranmış vəziyyətlə bağlı hansı təsirlər ola bilər?
Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın Vaşinqton səfərini konstruktiv və müsbət qiymətləndirib. Bu, həmçinin YPG terror təşkilatına qarşı mübarizəyə və onun hərbi qüvvələrinin Suriya Milli Ordusuna inteqrasiyasına yönəlmiş bir bəyanat kimi dəyərləndirilə bilər. Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyada sabitliyin təmin olunmasına mühüm rol oynadığını qəbul edir və bölgədə təhlükəsizliyin pozulmasına imkan verilməməsinin vacibliyini vurğulayır. Bu yanaşma eyni zamanda İsrailin regional siyasəti ilə də bağlı ola bilər. İstər İsrail, istərsə də Türkiyə mediasında tərəflərin müharibə astanasında olduğuna dair fikirlər səslənir. Hətta iddia olunur ki, İsrail artıq Türkiyə ilə müharibə hazırlığı içindədir. Hələ yanvarın 16-da Yerusəlim Post qəzeti yazmışdı ki, İsrailin təhlükəsizlik büdcəsi və qüvvə qurulmasının nəzərdən keçirilməsi komitəsi Netanyahuya Suriya-Türkiyə ittifaqının təhlükələri barədə xəbərdarlıq edib. Hesabatda İsrailin müdafiə büdcəsinin artırılması və uzaq mənzilli hava hücumu imkanlarının gücləndirilməsi ilə bağlı tövsiyələr yer alıb. İsrail devleti hiçbir şekilde ulusal güvenlik penceresinden baktığı zaman Türkiye Cumhuriyeti'ni bir düşman devlet olarak görmüyor, görmek istemiyor. Hali hazırda zaten İsrail'in yeterince düşmanı var. Dolayısıyla İsrail Türkiye'yi aktif bir düşman haline dönüştürmeyi kendi ulusal çıkarlarına karşı olarak görüyor. Hələlik tərəflər arasında müharibə spekulativ görünür. Bəs İsraillə Türkiyə arasında savaş baş verərsə, NATO ölkələri kimin tərəfində olacaq? NATO ülkelerinin önemli bir çoğundan da, önemli bir kısmından da İsrail'in Gazze'de yürüttüğü, Filistin'de yürüttüğü politikaya karşı olanlar var. Ama burada elbette ki Amerika Birleşik Devletleri'nin konumu belli, İsrail'e karşı tutumu. Orada muhakkak ki halihazırda bir ayrışma var. Ama Türkiye ile İsrail arasında yaşanacak bir çatışmada herhalde bunun NATO'ya karşı yapılmış bir saldırı gibi değerlendirmesi ihtimali çok düşük görünüyor. Amerika Birləşmiş Ştatları administrasiyası Türkiyəni İsrailə qarşı daha sərt mövqe tutmaqdan çəkindirməyə çalışsa da, Türkiyə hökuməti İsrailə qarşı mövqeyinə beynəlxalq dəstək qazanmaq niyyətindədir. Bununla belə, Trump administrasiyası açıq şəkildə hər iki ölkə ilə güclü əlaqələr saxlamaq istəyini ifadə edib. Hətta Trump özü bu həftənin əvvəlində Türkiyəni mühüm bir ölkə, Prezident Erdoğanı isə güclü bir lider kimi dəyərləndirib. Bir çox təhlilçiyə görə Təl-Əviv Suriyanı federativ dövlət kimi görmək istəyir. Ankara isə Suriyanın ərazi bütövlüyünü vacib hesab edir. Hələlik İsrail-Türkiyə münasibətlərində gərginlik davam edir. Həm də ona görə ki, İsrail Qəzzada son olaraq Fələstin-Türkiyə dostluq xəstəxanasını vurdu. Bu gərginliyin daha da genişlənəcəyi və nələrə səbəb olacağı hələ ki qeyri-müəyyəndir.